Her zaman, hər kəsin qapısında belə toy bayram olsun əziz izləyicilərimiz. Hər vaxtınız xeyirli uğurlu olsun. Bugün Masazır qəsəbəsi, Zaur Həsənov küçəsi, mərkəzi yolun tam üstündə 6 nömrəli məktəbə yaxın, spor marketə yaxın olduqca gözəl bir ərazidə sizlərə belə gözəl 2.5 sotda, 2 mərtəbə, 4 otaqlı və həyətyanı sahəsini görürsünüz. Olduqca belə gözəl evimizin təqdimatını edirəm. Əziz izləyicilərimiz, qeyd edim ki, həyətyanı sahə görürsünüz, tarqov daşlarla bəzədilib. Deməli, həyətin sağ və sol küncündə işıqlandırması əla. Belə bir ağac gülə əkmək üçün olduqca geniş, rahatlıqla 6-7 avtomobil daxil ola bilən həyətyanı sahəmiz var. Paşet kupçadır. Musiqinin səsini yüngül qaldır. Və evin yan tərəfinə görürsünüz keçid mövcud izləyicilərimiz. Belə bir qəhvəyi şəbəkə pəncərələrimiz. Və izləyicilərimiz, keçirik bu möhtəşəm evimizin içəri görüntüsünü sizlərə təqdim etməyə. Evimiz tam təmirli, hazır şəkildə də izləyicilərimiz. Baxın, giriş isə koridor və koridordan birbaşa ayrılan qonaq otağı və mətbəx hissəmiz var burada. Bax, gəl çəkək. Əzizlərimiz, bax, fon xətlər quraşdırılıb. Tam boşa daş monolit betonla inşa edilib. Bax, belə bir gözəl, qeyd edim ki, prezidentimizin yeridir bura. Olduqca gözəl prezidentimiz qurulacaq. Və bura hələ bir sürü qoyursam, sən nə olur? Əntiqə. 05 ilə bir dənə mətbəxin genişliyi görsənsin. Əzizlərimiz, bax, olduqca belə bir gözəl, qeyd edim ki, mətbəx hissəmiz istifoldu və qaz xəttinə kimi çəkilib və belə bir kafeldə yığılma mətbəx mebelinin yeri var. Daha sonra burada belə bir sanuzel hissəmizi sizlərə göstərdik və pləkanın alt hissəsində bax, olduqca bax, belə bir dekorativ gözəl işıqlandırmalar var. Həqiqətən xüsusi gözəllik qatıb və qalxırıq. Görürsünüz, pləkanın altında gizli işıqlar olduqca modern üslubda həm xarici görünüşü, həm daxili görünüşü olan bir gözəl evimizdə və pləkanla üzbəyüz belə bir, baxın burada da işıqlandırması görürsünüz, olduqca işıqlandırması var və deməli, balkona 3 çıxış var. Bax, birinci bu otaqdan belə bir balkona çıxışımız, yataq otağımız. Daha sonra, qardaşım, oranı saxlayaq. Bax, burada belə bir yataq otağımız. Aboyları o qədər gözəldir ki, inansan, gün işığı tam aydınladır da, yəni içərini. Bax, balkona ikinci çıxış olan belə bir yataq otağımız. Kombi xətləri də quraşdırılıb, qapısı da olduqca gözəl və kombi xətləri, baxın, hər tərəfdə var. Və musiqiyə yüngül xod verin, uşaqlar. Və görürsünüz, maşallah olsun, hər cəzəmiz. Yəni, alırsan bu evi, gəlin gətirirsən. Yəni, arzusunda olan hər kəsə bundan da qat-qat gözəl evlər qismət olsun. Evimizin start qiyməti 135.000 manat. Bəhbə!